Salam. Sənin göndərdiyin mənbələrə baxdıq və bugün həqiqətən çox fundamental, çox əsas bir məsələyə toxunuruq. Yəni, Allahın isim və sifətlərini necə anlamalıyıq? Salam. Bəli, çox mühüm mövzudur. Xüsusilə də niyə əhl-i-sünnə alimlərinin baxışına görə bu sifətlərin, belə deyək, sırf məcazi yozumu, yəni təvil yolu tam olaraq doğru sayılmır? Elədir. Gəl birlikdə bu dərin mövzunun incəliklərini anlamağa çalışaq. Görək mənbələr nə deyir? İnşallah. Bəli, bu İslam əqidəsinin, yəni təməllərindən olan tövhidin çox vacib bir qoludur. Tövhid əl-əsma və sifət deyirik buna. Allahın ad və sifətləri ilə tövhidi. Bəli. Əsas prinsip əslində çox sadədir. Allahı yalnız onun özünün, Quranda və elçisinin, Allahın salamı və salavatı üzərinə olsun, səhih sünnədə bizə tanıtdığı kimi tanımalıyıq. Başqa yol yoxdur. Deməli, mənbə ancaq vəhiy, Quran və sünnə, Bəli. fərdi ağıl, fəlsəfə filan yox. Tamamilə. Yəni, ağıl vəhyi anlamaq üçündür. Vəhyə qarşı çıxmaq və ya onu dəyişdirmək üçün deyil. Vəhy burada yeganə mənbədir. Anladım. Deməli, əhl-i sünnənin metodologiyası da elə buna, ilk 3 nəsil müsəlmanların sələfi salihinin yoluna əsaslanır. Düzdür. Onların prinsipi də deyəsən buydu. Allah və Rasulu nəyi təsdiq edibsə, onu təsdiq etmək, nəyi inkar edibsə, onu inkar etmək. Sadə və konkret. Elədir. Amma bu necə edilir? Məndələrdə deyilir ki, 4 əsas xətadan çəkinmək lazımdır. Bunlar hansılardır? Bəli, 4 əsas xəta var ki, sələf onlardan uzaq durub. Birincisi, təhrif, mənanı bilərəkdən və ya bilməyərəkdən dəyişdirmək, təhrif etmək. İkincisi, tətil, sifəti tamamilə inkar etmək, yəni Allahda bu sifət yoxdur demək. Üçüncüsü, təqyif, sifətin keyfiyyətini, necəliyini soruşmaq. Necədir, forması nədir, bu cür suallar. Aydındır. Bəs dördüncü? Dördüncü isə təmşil və ya təşbih, Allahın sifətini məxluqatın sifətinə bənzətmək. Məsələn, Allahın əli var deyəndə insanın əli kimi təsəvvür etmək. Bu da qəti qadağandır. Tamamilə aydındır. Bu 4 xatadan çəkinmək əsas şərtdir deməli. Mütləq. Məsələn, baxın, tətil, yəni inkar, Allahın özü haqqında bildirdiyi bir kamilliyi rədd etməkdir. Təşbih isə, yəni bənzətmək, onun bənzəri heç bir şey yoxdur ayəsinə zidd getməkdir. O məşhur İmam Malikin sözü də yəqin elə bunu ifadə edir. Allahın ərşə istivası haqqında soruşanda dediyi. Bəli, çox gözəl ümumiləşdirir. Deyir ki, istiva, yəni yüksəlmək, məlumdur, mənası ərəb dilində bilinir, keyfiyyəti məchuldur, necəliyi bizə bəlli deyil, təsəvvür edə bilmərik, ona iman gətirmək vacibdir. Vacibdir. Amma keyfiyyəti haqda sual vermək isə bidətdir, yəni dində sonradan çıxarılan yenilikdir, sələfin etmədiyi bir şeydir. Deməli, mənanı olduğu kimi Allahın şanına layiq tərzdə qəbul edirik, amma necə sualını vermirik, onu Allaha həvalə edirik. Tam olaraq. Bu əhl-i sünnənin qızıl qaydasıdır sifətlər mövzusunda. Yaxşı. İndi gələk əsas məsələyə. Bəs niyə məhz təvil, yəni məcazi yozum çox vaxt rədd edilir? Axı dildə məcaz var. Mənbələrə görə bu sifətlər mövzusunda niyə problemli görülür? Çox gözəl sualdır. Əsas səbəb odur ki, sifətlər mövzusunda təvilə əl atmaq üçün, yəni ayə və ya hədisin zahiri, açıq mənasını buraxıb məcazi mənaya keçmək üçün çox vaxt heç bir qəti şərdi dəlil olmur. Yəni, əsas olmadan edilir? Bəli, bir növ fərziyyə üzərində qurulur. Bu da Quran və sünnə mətnlərinin, yəni nasların açıq aydın mənasından uzaqlaşmaq deməkdir. Bu sələfin metodu deyildi. Onlar zahiri mənanı Allahın şanına yaraşan şəkildə qəbul edirdilər. Yozum qapısını həddən artıq geniş açsaq, bu sonda sifətin öz mahiyyətini itirməsinə, hətta dolayı yolla inkarına, yəni təhdilə gətirib çıxara bilər. Yəni zəncirvari reaksiya kimi. Bəli. Ərəb dilinin və şəriətin ümumi qaydası budur. Kəlamın əsl, həqiqi mənası əsasdır. Bu həqiqi mənadan yalnız başqa bir qəti, açıq-aşkar dəlil varsa dönmək olar. Sifətlər mövzusunda isə zahiri mənanı tərk edib məcazə yönəlməyi tələb edən belə qəti bir dəlil yoxdur. Başa düşdüm. Deməli, qayda budur. Zahiri mənanı Allahın əzəmətinə layiq şəkildə, lakin heç bir məxluqa bənzətmədən qəbul etmək. Tamamilə doğrudur.
Bu ən salamat yoldur. Gəl onda konkret misallara baxaq. Məsələn, Allahın əl sifəti Quranda var. 2 əlimlə yaratdığıma Sad surəsi 75 və ya onun hər 2 əli də açıqdır Maidə 64. Hədisdə də Allahın əli doludur deyilir. Bəziləri bunu qüdrət və ya nemət kimi yozur. Bu niyə düzgün sayılmır? Bir neçə səbəbə görə. Birincisi, dil qaydalarına uyğun gəlmir. Ayədə 2 əlimlə deyilir, yəni təsniyə, ikilik forması var. Əgər əl, yəd, qüdrət mənasında olsaydı, 2 qüdrətimlə demək mənasız olardı. Çünki Allahın qüdrəti birdir, bölünməzdir. 2 nemətlə də kontekstə uyğun gəlmir. Hə, 2 qüdrət ifadəsi qəribə səslənir doğrudan. Bəli. İkincisi kontekst. Ayə Adəmin əleyhissalamın yaradılışının xüsusi şərəfini vurğuluyur. Allah onu öz 2 əli ilə yaratdığını bildirir. Bunu sadəcə qüdrətimlə kimi yozmaq bu xüsusiliyi azaldır. Digər məxluqlar da Allahın qüdrəti ilə yaradılıb axı. Deməli, bu sifəti həqiqi Allahın şanına layiq bir sifət kimi qəbul edirik, amma məxluq əli kimi təsəvvür etmədən və necəliyini bilmədən. Elədir. Necəliyi Allaha məlumdur. Biz təsdiq edirik və bənzətməkdən çəkinirik. Yaxşı, eyni prinsip o zaman Allahın üzü vəc sifətinə də aiddir. Quranda Rəbbinin üzü baqi qalacaqdır. Rəhman 27 deyilir. Bəli, tamamilə. Allahın üzü də onun zatı ilə qaim olan şanına layiq bir sifətidir. Necəliyi bilinmir, məxluq üzünə bənzəmir, inkar da edilmir, təvil də. Bəs istiva, yəni ərşə yüksəlməsi. Rəhman ərşə istiva etdi. Taha 5. Bunu bəzən istila etdi, yəni hökmranlıq qurdu, hakim oldu kimi yozurlar. Bunun xətası nədir? Bunun bir neçə ciddi problemi var. Birincisi, ərəb dilində istəva feili əla üzərinə, hissəci ilə gələndə əsasən ucalmaq, yüksəlmək, qərar tutmaq mənasını verir. İstila, qəsb etmək, zorla ələ keçirmək mənası burada dil baxımından zəifdir. Hə, dil qaydası. İkincisi və daha önəmlisi, məna baxımından çox təhlükəlidir. Əgər istila etdi desək, bu o demək olardı ki, güya ərş əvvəllər Allahın hökmündə deyildi və o, sonradan ora hakim oldu. Bu isə Allahın əzəli və əbədi hökmranlığına, mülkünə tamamilə ziddir. Allah həmişə hər şeyin Rəbbi və sahibidir. Aydındır. Deməli, istiva da Allahın ucalığına yaraşan, keyfiyyəti bizə məlum olmayan xüsusi bir yüksəlişdir. Bəli. Eyni ilə Allahın uluv, ucalıq sifəti də var. Quranda əl-əlik, ən uca, əl-ə'la, ən yüksək adları keçir. Məşhur cariyə hədisində Peyğəmbərimiz sallallahu aleyhi və səlləm cariyədən soruşur. Allah haradadır? O da cavab verir. Səmadadır. Peyğəmbər sallallahu aleyhi və səlləm onun imanını təsdiq edir. Bu nəyi göstərir? Bu, Allahın zatı ilə bütün məxluqatdan ayrı, onların fövqündə, uca olduğunu göstərir. Amma bu ucalıq məxluqatın ucalığı kimi deyil. O, məkanla əhatə olunmayıb. Keyfiyyətini bilmirik, amma onun ucalığını təsdiq edirik. Bu da bir sifətdir. Əlbəttə, Quran Allahın kəlamıdır. Onun danışdığı sözlərdir, həqiqi mənada. Bu, Allahın danışmaq, kəlam sifətinin təsdiqidir. Məxluq deyil. Necə danışdığını bilmirik, amma onun danışdığını təsdiq edirik. Bütün bu sifətləri, yəni əl, üz, istiva, uluvvə, kəlam və digərlərini anlamaq üçün ümumi bir açar nöqtəsi bir qayda varmı Quranda? Var, əlbəttə. Əş-Şura surasının 11-ci ayəsi bu mövzuda demək olar ki, hər şeyi həll edir. Buyurur ki, onun bənzəri heç bir şey yoxdur. O, eşidəndir, görəndir. Çox qısa və möhtəşəm ayədir. Bəli. Baxın, ayə 2 hissədən ibarətdir. Birinci hissə. Onun bənzəri heç bir şey yoxdur. Leysi kəmiflihi şey. Bu hissə hər cür bənzətməni, təşbih və təmsili qəti şəkildə rədd edir. Allah heç nəyə bənzəməz. Tamamilə inkar edir bənzərliyi. Bəli. İkinci hissə isə deyir, o eşidəndir, görəndir. Və huvəs-səmi'ul bəsir. Bu hissə isə Allah üçün eşitmək, səm və görmək, bəsar kimi sifətləri təsdiq edir. Yəni, bu sifətlərin inkarını, təatili rədd edir. Deməli, ayənin özündə həm təsdiq var, həm də bənzətmənin inkarı. Möhtəşəm bir balans. Tam olaraq. Bu ayə əhl-i sünnənin sifətlər mövzusundakı mövqeyinin təməl daşıdır.
Nə inkarçılıq, təatil, nə inkarçılıq, təatil, nə də bənzətməçilik, təşbih. İkisinin arasında Quran və sünnənin göstərdiyi orta yol. Sifətləri təsdiq et, amma bənzətmə və keyfiyyətini araşdırma. Beləliklə, bu müzakirədən ümumiləşdirsək, anladığımız odur ki, əhl-i sünnə mənbələrinə görə Allahın isim və sifətləri Quranda və sünnədə necə gəlibsə, eləcə də qəbul edilir, zahiri mənaları Allahın əzəmətinə yaraşan tərzdə təsdiq edilir. Düzdür. Amma bu zaman o 4 xətadan təhrif, tətil, təkyif və təmşil təşbihdən ciddi şəkildə çəkinilir. Mənanı anlayırıq, lakin o sifətin keyfiyyətini, yəni necəliyini Allaha həvalə edirik. Və ən əsası, heç bir məxluqa bənzətmirik. Əla xülasə oldu, tam olaraq budur. Ümid edirik ki, bu izahlar, bu yanaşma sizin üçün də bu mühüm əqidə məsələsini daha yaxşı anlamaqda faydalı oldu. Bəlkə də sonda üzərində düşünmək üçün belə bir məqam qoyaq. Allahın bu sifətlərini anlamaq üçün yalnız vəhyə, Quran və sünnətə etibar etmək. Yəni, insani təsəvvürlərdən, fəlsəfi mülahizələrdən, sırf məcazi yozumlardan çəkinərək birbaşa Allahın və Rəsulunun dediyinə tabe olmaq. Bu bizim Allahın əzəməti, kamilliyi və bənzərsizliyi haqqındakı təsəvvürümüzü əslində necə daha çox zənginləşdirir, necə daha dərinləşdirir. Maraqlı sualdır. Bu bəlkə də o abstrakt, soyuq fəlsəfə anlayışlardan daha çox birbaşa nazil edilmiş elm üzərində qurulan daha canlı, daha həqiqi bir imana, Allaha daha güclü bir bağlılığa aparır insanı. Üzərində düşünməyə dəyər.